Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidəndir, biləndir. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz, Allah onları bilər. Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir. Allahı və Peyğəmbərlərini inkar edənlər, Allahı Peyğəmbərlərindən ayırmaq istəyənlər, biz Peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun iman ilə küfr arasında bir məzhəb tapmaq istəyənlər, bütün bunlar həqiqətən kafirdirlər. Biz axirətdə kafirlərdən ötürü alçaldıcı əzab hazırlamışıq. Lakin Allaha və Peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir. Ya Muhammed, kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki onlar vaxtilə Musadan bundan daha böyüyünü istəmiş və bizə Allahı aşkar göstər demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq aydın möcüzələr gəldiyi halda buzova sitayiş etmişdilər. Biz onların bu günahından da keçdik və Musaya açıq-aşkar dəlil, parlaq möcüzələr verdik. Əhdə riayət etsinlər deyə Tur dağını onların başları üzərinə qaldırdıq və onlara qapıdan səcdə edərək daxil olun, şənbə gününün qayda-qanunu pozmayın dedik və onlardan möhkəm əhd aldıq. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, Peyğəmbərləri haqsız yerə öldürdükləri və ürəklərimiz pərdəlidir dedikləri ucundan Allahın lənətinə düçar oldular. Bəli, öz küfürləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər. Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün lənətə düçar oldular. Onların lənətə düçar olmalarının bir səbəbi də biz Allahın elçisi Məryəm oğlu İsa Əl-Məsihi öldürdük demələridir. Halbuki onlar İsa'nı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun şəxsən öldürülməsi barəsində əlbəttə şək-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə İsa'nı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir. Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl can verdiyi zaman İsa'ya iman gətirməsin. Lakin İsa qiyamət günündə kitab əhlinin əleyhinə şəhadət verəcəkdir. Yahudilər zülm etdiklərinə,
və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə əvvəlcə özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik. Və qadağan olunmasına baxmayaraq, sələm aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən, halal olanı onlara haram buyurduq. Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq. Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir. Allaha və axirət gününə iman gətirirlər. Biz əlbəttə onlara böyük mükafat verəcəyik. Ya Muhammed, biz Nuh'a və ondan sonraki peyğəmbərlərə vəhiy göndərdiyimiz kimi, sənə də vəhiy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına İsa'ya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhiy göndərdik. Biz Davuda da Zəburu verdik. Biz peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq. Bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə arada heç bir başqa vasitə olmadan danışdı. Biz peyğəmbərləri möminlərə müjdə gətirən və kafirlərə əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət, hikmət sahibidir. Lakin ya Muhammed, Allah sənə nazil etdiyi Quran ilə şəhadət verir ki, Quranı öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər. Allahı inkar edən və insanları Allahın yolundan döndərən şəxslər şübhəsiz ki, haqdan çox uzaq bir zəlalətə uğramışlar. Kafirləri və zülümkarları şübhəsiz ki, Allah bağışlayan və onlara cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa. Bu isə Allah üçün çox asandır. Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla gəldi. Ona iman gətirin. Bu sizin üçün xeyirli olar. Siz onu inkar etsəniz də bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allahın sizin ona inanıb inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər. Həqiqətən Allah hər şeyi biləndir, hikmət sahibidir. Ey kitab əhli! Öz dininizdə həddi aşmayın. Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa Əl-Məsih ancaq Allahın Peyğəmbəri Cəbrail vasitəsilə Məryəmə çatdırdığı bir söz və onun tərəfindən olan bir ruhdur. Allaha və Peyğəmbərlərinə iman gətirin. Allah barəsində üçdür deməyin. Belə sözlərə son qoyun ki, bu sizin üçün daha yaxşı olur. Həqiqətən, Allah tək bir Tanrıdır. Övladı olmaqdan, bu bəşəri xüsusiyyətdən kənardır. Göylərdə və yerdə nə varsa, hamısı O'nundur.
Allahın sizə vəkil olması bəs edər. İsa Əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını öz hüzuruna toplayacaqdır. Allah iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək. Üstəlik, öz nemətindən onlar üçün artıracaqdır. Allaha ibadət etməyi özlərinə sığışdırmayanları və lovğalıq edənləri isə acı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar. Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik. Allah ona iman gətirən və ondan möhkəm yapışan kimsələri öz mərhəmətinə, lütfüne alar və onları özünə tərəf gedən düz yola salar. Ya Muhammed, səndən fətva istəyirlər. De, atası və övladı olmayan şəxsin mirası haqqında Allah sizə belə fətva verir. Övladı və atası olmayan bir şəxs vəfat etdikdə, onun ata bir, ana bir və ya yalnız ata bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı və atası olmayan bir qadın vəfat etdikdə, qardaşı onun varisidir. Malın hamısı onun payına düşür. Əgər vəfat edən şəxsin 2 və ya daha artıq bacısı varsa, mirasın 3/2-si onlara çatır. Əgər varislər qardaş və bacılardan bir qardaş, bir bacı və ya bir neçə bacı qardaşdan ibarət olarsa, kişiyə, qadına düşən payın 2 misli verilir. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir. Əl-Maidə Süfrə surəsi Mədinədə nazil olmuşdur. 120 ayədir. Bağışlayan, mərhəmətli Allahın adıyla. Ey iman gətirənlər! Əhdlərə sadiq olun. ehramda olarkən, ov sizə qadağan edilməklə, adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər. Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, hörmətli aya, həcc ayı hesab edilən Zülhiccəyə və ya Rəcəb, Zülqədə
Zülhiccə və Məhərrəm aylarına, Kəbəyə gətirilən qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-Hərama üz tutub ziyarətə gələnlərə hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman istəsəniz ov edin. Vaxtilə sizi Məscid-ül-Hərama daxil olmağa qoymayan cəmaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahın əzabı şiddətlidir. Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, küt alət və ya silahla vurulmuş, bir yerdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu ilə vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş, dikinə qoyulmuş daşlar, bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Amma canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır. Bugün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun. Bugün dininizi sizin üçün tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa, çətinliyə düşərsə, günaha meyl etmək niyyətində olmayaraq, zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yiyə bilər. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Ya Muhammed, səndən hansı şeylərin halal edildiyini soruşarlar. De, bütün pak neymətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi ov üsulları ilə təlim edib, əhliləşdirdiyiniz yırtıcı heyvanların ov iti, şahin və sairələrinin ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə təlim etdiyiniz heyvan və quşları ov üzərinə göndərdiyiniz, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq hesab çəkəndir. Bugün pak neymətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmiş yahudilərin və xaçpərəslərin azad və ismətli qadınları mehirlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşına saxladığınız təqdirdə evlənmək üçün sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar. Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərdən başlayıb əllərinizə qədər yuyun. Yaş əlinizlə
başınızı və hər iki topuğa qədər ayaqlarınızı məhz edin. Əgər cünub olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin. Ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz. Lakin o sizi pak, təmiz etmək və sizə olan neymətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz. Allahın sizə olan neymətini və eşitdik və itaət etdik dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları biləndir. Ey iman gətirənlər! Allah qarşısında sabit qədəm və ədalətli şahidlər olun. Hər hansı bir cəmaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah elədiklərinizdən xəbərdardır. Allah iman gətirib yaxşı işlər görənlərə onları bağışlanma və böyük mükafat gözlədiyini vəd buyurmuşdur. Kafir olub ayələrimizi təksib edənlər isə cəhənnəmlidirlər. Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, bir tayfa sizə əl qaldırmaq niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan özlərinə 12 nəzarətçi göndərmişdik. Allah buyurmuşdur, mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allah yolunda gözəl bir sədəqə versəniz, əlbəttə günahlarınızın üstünü örtər və sizi ağacları altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs əhdi pozaraq küfr eləyərsə, o artıq doğru yoldan azmış olar. Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar Tövratda bəzi başqa ayələrin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq eləyənləri sevər. Biz xaçpərəstik deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini Muhammed Peyğəmbərə iman gətirməyi unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir. Ey kitab əhli! Sizə kitabda gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq aydın bir Qur'an gəldi. Allah öz lütfünə sığınanları Peyğəmbər və Qur'an vasitəsilə əminamanlıq yollarına yönəldər. Onları öz izni ilə zülmətdən nura çıxarar
və düz yola istiqamətləndirər. Allah Məryəm oğlu Məsihdir deyənlər şübhəsiz ki, kafir oldular. Onlara de, əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, bu işdə kim ona bir şeylə mani ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O istədiyini yaradar. Allah hər şeyə qadirdir. Yahudilər və xaçpərəstlər dedilər, biz Allahın oğulları və sevimliləriyik. Onlara de, bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir? Xeyr, siz də onun yaratdığı bir bəşərsiniz. Allah istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də onun hüzurunadır. Ey kitab əhli! Peyğəmbərlərin ardı arası kəsildiyi bir dövrdə bizə nə bir cənnətlə müjdə verən, nə də bir cəhənnəm əzabı ilə qorxudan kimsə gəldi deməməyiniz üçün sizə Peyğəmbərimiz Muhammed gəldi. Artıq sizə müjdə verən və qorxudan şəxs gəlmişdir. Allah hər şeyə qadirdir. Bir zaman Musa öz cəmaatına belə demişdi: Ey cəmaatım! Allahın sizə olan neymətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən heç birinə vermədiyini sizə verdi. Ey cəmaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz. Onlar dedilər, Ya Musa, orada nəhəng qüvvətli adamlar var. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq. Allahdan qorxanlardan Allahın neymət verdiyi 2 nəfər dedi, onların üstünə qəflətən yaşadıkları şəhərin qapısından girin. Əgər qapıdan girsəniz, onlara mütləq qələbə çalarsınız. Əgər möminsinizsə, Allaha təvəkkül edin. İsrail oğulları dedilər, Ey Musa, nə qədər ki onlar oradadılar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq. Musa dedi, Ey Rəbbim, mənim yalnız özümə və qardaşım Haruna sözüm keçər. Sən bizi bu günahkar və azğın cəmaatdan ayır. Allah Musaya buyurdu, artıq o müqəddəs torpaq 40 il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə Tih səhrasında sərgərdən gəzib dolaşacaqlar. O günahkar və azğın cəmaatın halına acıma. Ya Muhammed, onlara Adəmin 2 oğlunun əhvalatını olduğu kimi söylə
Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: səni mütləq öldürəcəyəm. Habil ona belə cavab vermişdi: Allah yalnız müttəqilərdən qəbul edər. Sən məni öldürməkdən ötürü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən məni öldürməklə, mənim də günahımı öz günahımla birlikdə üstünə götürəsən və beləliklə də cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur. Nəfsi Qabili qardaşını öldürməyə sövq etdi. Habili öldürdü və bununla da zərər çəkənlərdən oldu. Sonra Allah qardaşının cəsədini necə bastırmağı ona göstərmək üçün yerəşən bir qarğa göndərdi. Qabil dedi: vay halıma, gör nə günə qalmışam. Bu qarğa qədər olub, qardaşımın cəsədini də bastıra bilmərəm. O artıq peşman olmuşdu. Buna görə də İsrail oğullarına Tövratda yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə fəsad törətməmiş bir şəxs öldürsə, o bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni ölümdən qurtarsa, o bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz İsrail oğullarına açıq möcüzələrlə gəlmişdilər. Bu möcüzələrdən sonra da onların bir çoxu yer üzündə küfr, qətl və cinayət etməklə həddi aşdılar. Allaha və peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da sağ əlləri ilə sol ayaqlarının kəsilməsi, yaxud da yaşadıkları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Ahirətdə isə onları böyük bir əzab gözləyir. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir. Ey iman gətirənlər! Allahdan qorxun, onun rəhmətinə və lütfüne qovuşmaq üçün vəsilə axtarın. Allah yolunda cihad edin ki, nicat tapasız. Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan fidyə qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir. Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət, hikmət sahibidir. Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Ey insan, məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur? O istədiyinə əzab verər, istədiyini bağışlar.
Allah hər şeyə qadirdir. Ya Peyğəmbər, ürəklərində inanmadıqları halda, dildə inandıq deyən münafiqlərin, Yahudilərdən yalana qulaq asanların, sənin huzuruna gəlməyən başqa bir cəmaata qulaq asanların, onlara cəsusluq edənlərin küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar Tövratdakı sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: əgər sizə bu təhrif olunmuş dini hökm verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçın. Allahın fitnəyə düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab gözləyir. Onlar yalana qulaq asanlar və haram yiyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər. İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni nə üzlə hakim təyin edir, sonra da sənin Tövrata müvafiq verdiyin hökmdən üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyildilər. Şübhəsiz ki, Tövratı biz nazil etdik. Onda haqq yol və nur vardır. Allaha təslim olan peyğəmbərlər, Yahudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Peyğəmbərlər, din alimləri və fəqihlər Tövratın ilahi bir kitab olmasına şahiddirlər. Ey Yəhudi alimləri və rəisləri, insanlardan qorxmayın, məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi kitab və şəriəti ilə hökm etməyənlər əlbəttə kafirdirlər. Biz Tövratda İsrail oğullarına yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burnunki burun, qulağınki qulaq, dişinki diş və yaralarınki yaralardır. Lakin hər kəs qisası bağışlasa, bu onun üçün bir kəffarədir. Allah onun günahlarının üstünü örtüb bağışlar. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz. Allahın nazil etdiyi kitab və şəriətlə hökm etməyənlər əlbəttə zalimdirlər. Onların ardınca Məryəm oğlu İsa'nı özündən qabaqki Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən müttəqilər üçün doğru yol və nəsiyyət olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi ehkam ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə günahkarlardır. Ya Muhammed, biz Qur'anı sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan və ya onların doğruluğuna şahid kimi indirdik. Sən onların arasında Allahın nazil etdiyi Qur'an ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istəyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi.
Lakin bu müxtəliflik Allahın verdikləri ilə sizi imtihan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir. O halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni tovlayıb, yayındıra biləcəklərindən ehtiyat edib, özünü onlardan gözlə. Əgər onlar bu hökmlərdən üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da insanların çoxu Allahın itaətindən çıxmış fasiqlərdir. Onlar cahiliyyət dövrünün hökmünü mü istəyirlər? Tam qənaət sahibi olan bir cəmaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir? Ey iman gətirənlər! Yahudi və xaçpərəstləri özünüzə dost tutmayın. Onlar bir-birinin dostudular. Sizdən kim onlarla dostluq eləyərsə, o da onlardandır. Allah zalim tayfanı düz yola yönəltməz. Ona görə də qəlblərində nifaq xəstəliyi olanları Yahudi və xaçpərəstlərin içində vurnuxan və bizə bir fəlakət üz verməsindən qorxuruq deyən görərsən. Amma ola bilsin ki, Allah möminlərə bir zəfər gətirsin və öz tərəfindən elə bir iş qursun ki, münafiqlər ürəklərində gizlətdikləri küfr və nifaqdan peşman olsunlar. İman gətirənlər isə deyəcəklər, sizinlə birlikdə olacaqları barədə Allaha yalandan möhkəm and içən kəslər bunlar mıdır? Onların bütün əməlləri puça çıxdı və zərər çəkənlərdən oldular. Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, bilsin ki, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olur. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah lütfi ilə genişdir. O hər şeyi biləndir. Sizin haminiz ancaq Allah, onun peyğəmbəri və iman gətirənlərdən o kəslərdir ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Hər kəs Allahı, onun peyğəmbərini və iman gətirənləri özünə dost tutsa, hər iki dünyada işləri yaxşı gedər. Şübhəsiz ki, qələbə çalanlar məhz Allahı özünə hami və dost seçən şəxslərdir. Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. Siz bir-birinizi namaza çağırdığınız zaman, onlar onu oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır. Ya Muhammed, de, ey kitab əhli, bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasik olmasına mı görədir? De, Allah yanında
cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır. Münafiqlər sizin yanınıza gəldikləri zaman biz iman gətirdik deyirlər. Halbuki onlar sizin hüzurunuza ürəklərində gizlətdikləri küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini özlərindən daha yaxşı bilir. Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir. Kaş onların din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edeydilər. Onların törətdiyi əməllər necə də pisdir. Yahudilər dedilər, Allahın əli bağlıdır. Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır. O kərimdir, səxavətlidir. İstədiyi kimi lütf və ehsan edər. Rəbbindən sənə nazil edilən Qur'an onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artıracaqdır. Biz onların arasına qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə fəsad törətməyə çalışarlar. Allah isə fitnə fəsad törədənləri sevməz. Əgər kitab əhli Muhammed Peyğəmbərə və Qur'ana iman gətirsələr, Allahdan qorxaraq pis əməllərdən çəkinsələr, biz sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də neyməti bal olan nəyim cənnətlərinə daxil edərik. Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilən ilahi kitabların sonuncusu olan Qur'ana düzgün əməl etsəydilər, onlar həm başları üstündə, həm də ayaqları altında olan neymətlərdən yiyərdilər. Onların arasında İslam dininə qarşı heç bir ədavət bəsləməyib, onun müqəddəsliyini etiraf edən bir cəmaat vardır. Lakin onların çoxsunun gördüyü işlər necə də pisdir. Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Allahın sənə həvalə etdiyi elçilik, Peyğəmbərlik vəzifəsini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir cəmaatı düz yola yönəltməz. De, ey kitab əhli, Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana düzgün əməl etmədikcə, siz Allah yanında məqbul, dini baxımdan doğru olan heç bir şey üzərində deyilsiz. Rəbbin tərəfindən sənə nazil edilən Qur'an onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma. Şübhəsiz ki, iman gətirənlərdən, Yahudilərdən, Sabiilərdən və xaspərəslərdən, Allah və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər. Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onların yanına
ürəklərinə yatmayan bir hökmlə gəldikdə, həmin peyğəmbərlərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. Və elə hesab edərdilər ki, bunun müqabilində özlərinə heç bir bəla üz verməyəcəkdir. Onlar kör və kar oldular. Haqqı görməkdən və eşitməkdən aciz qaldılar. Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə haqqı görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir. Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər kafir oldular. Halbuki İsa belə demişdi: Ey İsrail oğulları, mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin. Allaha şərik qoşana Allah şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur. Allah üçün üç ilahinin üçüncüsüdür deyənlər əlbəttə kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir. Məgər onlar Allaha tövbə edib ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak, Allahın hökmlərini sidq ürəkdən təsdiq edən bir qadın idi. Onların hər ikisi adi insanlar kimi yemək yeyərdi. Gör biz ayələri onlara necə başa salırıq. Onlar bu ayələrdən gör necə üz çevirirlər. De, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərə mi ibadət eləyirsiniz? Halbuki Allah hər şeyi eşidəndir, biləndir. De, ey kitab əhli, dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxarmış bir tayfanın nəfsinin istəklərinə uymayın. İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsa'nın dili ilə lənət oxundu. Bu, onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar etdikləri pis əməldən əl çəkmirdilər. Və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər. Onların gördükləri iş necə də pis idi. Onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, kafirləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqlərdir.